Parlamentdə yaradılmış xarici güclər tərəfindən yaradılmış, bax, mən bunu açıq sizə deyirəm, xarici güclər tərəfindən yaradılmış parlament içində olan İran agentura sisteminin və Rus agentura sisteminin yuxarıda duran şəxslərin əli ilə bu nifaq salındı. Baxın, dostlar, mən bir daha sizə deyirəm, diqqət edin məsələlərə. Ayın 15-də elə bir hadisə baş verməmişdi. Yalnız bəzi millət vəkilləri orada etirazlarını bildirmişlər və bunu da danışıqlar yolu ilə, yəni ağsaqqallar yığışıb danışıqlar yolu ilə həll eləmək olardı. Elə bir çətin məsələ deyildi. Qəti şəkildə rəyasət heyəti və rəyasət heyətinin arxasında duran şəxs qəti şəkildə dedilər ki, biz heç bir razılığa getmirik. Hətta yadınızdadsa 15-dən sonraki həftə olan toplantıda belə, ayın 22-sində olan toplantıda belə biz bunun müzakirəsini gündəlikdən çıxartdıq dedi, ehtiyac yoxdur. Yolumuzu davam eləyək. Gəlin yolumuzu davam eləyək. Gəlin bu qədər qarşıdurmalar yaratmayaq. Yolumuzu davam eləyək və bundan sarsıldılar biz. Çünki gördülər ki, planları həyata keçmir, parlament dağılması mümkün olmur. Ondan sonra götürdülər həmən insanlara cəzalar tətbiq eləmək, kimlərsə vəzifədən götürmək, kimlərsə nə etmək. Halbuki ondan qabaqki toplantıda nə olmuşdu? Deyildik ki, bunun müzakirəsinə ehtiyac yoxdur. Müzakirə eləmək üçün qarşıdurma yaratmayaq, yeni qarşıdurmalar, ağsaqqallar yığışsın, nə bilmən kimlər yığışsın bu məsələləri həll eləyək. Mümkün olmadı. Mümkün olmadı. Hətta mən dedim ki, mən üzr istəməyə belə hazıram bu səs-küy salan insanların adına. Çünki mən gördüm ki, xırda bir məsələdən artıq parlament dağılmasına qarşısına məqsəd qoyduqları üçün keçmişdə. Hətta diqqət edirsə, Ərəstun Oruclu deyir ki, 2 ay ondan qabaq mən bilirdim ki, parlament dağılacaqlar. 2 ay ondan qabaq mən bilirdim. Yəni ki, bizim planlarımız, yəni ki, Ərəstun Oruclu kimi insanların planları parlamenti 2 ay ondan qabaq dağıtmalıydı. Hətta hər zaman dillərə gətirib deyirlər ki, bizə 10-15 nəfər bəsdir, biz 10-15 nəfərdən idarə edə bilərik. Lazım deyil, 3 ilə artıraq, həmən 5 ilə artıraq belə. Biz isə, yəni şəxsən mən və digər dostlar isə qarşılarında qəti dururdu ki, yox, bu qədər artırıla bilməz, mümkün deyil, bizi bir ildə seçiblər, bir ildən sonra seçkilərə getməliyik. Və nəhayətdə arzularına çatdılar ki, Azərbaycan Xalq Parlamentində bəzi insanların bölünməsinə gətirib çıxartdılar, özlərinə bir formalaşdırdılar. İndi də vəziyyət nə yerdədir? İndi də nə edirlər? Güya toplantı keçirdilər və toplantıda da keçmiş ölü canlıları gətirirlər. Hansı ki, o ölü canlılar parlamentdən özlərinin, yəni keçmiş sədr Xatirə Cəbrayılovun təqdimatı ilə parlamentdə o adamların deməli, səlahiyyətlərinə xitam verilmişdi. O insanları yenidən xortladıb gətirirlər ki, gəlin buyurun, siz bizim millət vəkilimiz olacaqsınız. Bu cür şeylərə belə gedirlər. Hətta nə edirlər? Deyirlər ki, biz yalancı telefonlardan gətirib oraya insanlar qoyacaq, altına yazacaq, məsələn, filan deputat qoydursun orada, şəklis videosu olmasın, qoydursun orada, biz bu minvalla yolumuzu davam elətdirəcək və göstərəcək cəmiyyətə ki, biz idarə edirik, biz varıq. Yox, belə olmayacaq, belə olmayacaq. Mümkün deyil. Parlamentdə kriz yaradıblarsa, ona görə onların istefaları qəbul olunub, zəhmət çəkməlidirlər, gəlməlidirlər, parlamentdə oturmalıdırlar, onların mandatlarını bizim almaq ixtiyarımız yoxdur, onlara mandatı biz verməmişik, onlara mandatı xalq verib və özləri ondan imtina etməyincə parlamentdə oturmalıdırlar. Baxmayaraq ki, bunun da ziddinə gedirlər, xalqın da iradəsinin ziddinə gedib 26 nəfərin güya özlüklərində biz onlara rəyasət heyətinə etimadsızlıq göstərəndən sonra onların deməli 26 nəfərin çıxarılmasına qanunsuz olaraq güya ki parlamentdən çıxardıblar. Amma dəyərli dostlar, parlamentdən çıxarılması məsələsi kimisə əgər adam gəlmirsə, nizamnamədə açıq göstərilib gəlmirsə, deməli, o adam 5 iclasdan sonra xaric olunmalıdır. O, indi ölü canlıları ki, dirilib gətirirlər, təzədən gətirirlər ki, onların da olması mümkün deyil, 1-2-si gələ bilər, digərləri gəlməyəcək, 16 nəfər deyirlər, siyah adlı adam var, 16 nəfər var, onları gətirəcəklər. Onları gətirsələr belə, hamısı orada onsuz da iştirak eləməyəcəklər. Amma onların adından telefonlar açıb, gətirib orada oturdurub bu formada istəyirlər, idarə eləsinlər. Bu idarə etmə deyil. Bu idarə etmə deyil, bu xalqı aldatmaqdır, özlərini aldatmaqdır. Bilirsiniz ki, seçki komissiyası əsl xalq parlamentinin tərəfindədir. Seçki komissiyası tam tərkibdə olaraq bugün təmsil olunur. Yadınızdadsa onların toplantı keçirdiklərində dedikləri də buyur ki, seçki komissiyası bizi rədd elədilər. Bəli, seçki komissiyası onları rədd elədi və bugün xalq parlamenti bütün strukturlarıyla fəaliyyətdədir.
heç kimsə onun adından Cavanşir Xanlarov sədrlik etdiyi parlamentdən başqa heç kimsə bir parlamentin iclasını keçirə bilməz. Bu qeyri-legitimdir. Hətta ona görə qeyri-legitimdir ki, parlament yalnız ən azı 83 nəfərlə, yəni 125-in 3də 2-si ilə fəaliyyət göstərə bilər. O da 83 edir. Bu da nizamnamamızda açıq-aydın yazılıbdır və həmin bu şəxslərin hazırladığı, bu günləri sədrliyi, deməli, necə deyirlər, rəyasət heyətini buraxmaq istəməyən, rəyasət heyətində möhkəm yapışan, yəni rəyasət heyəti üzvlüyündən möhkəm yapışan və vəzifədə qalmaq istəyən bu şəxslərin özlərinin hazırladıqları, biz ki, hüquqşünas deyilik, mən şəxsən hüquqşünas deyiləm, mən yalnız prosesdə iştirak edirəm, görürəm ki, nə oyunlar gedir. Amma bu hüquqşünasların hazırlayıb ortaya qoyduqları nizamnamədə deyir ki, Azərbaycan Xalq Parlamenti yalnız öz iclaslarını, hətta ilk iclasını belə ən az 83 nəfər millət vəkili olarsa, o zaman səlahiyyətli sayılır. Bugün qarşı tərəf əgər özlüyündə, o qrup özlüyündə əgər 26 nəfəri çıxardıbsa, özlüklərində çıxardıblarsa, halbuki ondan əvvəl də birinci nəfəri çıxardıblar, ən azından 30 nəfəri çıxardıblarsa, baxın görün, neçə nəfər qalır. Deməli, 98-dən 28 ilə 30 deyək də belə çıxanda nə qədər qalır? 70-72 nəfər qalır, amma 83 nəfər yoxdur, dəyərli dostlar. Bu qeyri-qanuni olaraq fəaliyyət göstərirlər. Bizim qapılarımız açıqdır, dönüb qayıda bilərlər. İstənilən şəxs, istənilən yerdə, istənilən formada toplantı keçirdə bilər, amma qeyri-qanunidir. Qanuni iclas, qanuni parlament isə, Azərbaycan Xalq Parlamenti isə hal-hazırda fəaliyyət göstərən Cavanşir Xanlarov rəhbərliyi altında, yeni seçilmiş rəissiyyət heyətinin üzvlərinin rəhbərliyi altında fəaliyyət göstərən bu qurumdur. Bu qurumdur Xalq Parlamenti və Xalq Parlamentdə yeni seçkilərə gedir. Yeni seçkilərə gedir, ikinci çağırış seçkilərə gedir. Azərbaycan xalqından mən xahiş edirəm, hər kəsdən xahiş edirəm. O insanlar ki, bu vaxta qədər deyirlər, filan kəslərə görə gəlmirik, haqları da var idi və o insanları biz gözləyirik. Azərbaycanın mərd oğlanlarını, ləyaqətli oğlanlarını, xalqı sevən oğlanlarını, Azərbaycan Xalq Cəbhəsində olan qeyrətli dəyərli kişiləri, Musavat Partiyası olan dəyərli kişiləri, digər partiyalarda olan və o partiyalara sığmayan dəyərli insanları, qeyri-hökumət təşkilatında olan millətin sevən insanları, nə bilim mən o qədər qeyri-hökumət təşkilatları var, nə bilim institutlar var, o institutlarda olan, xaricdə yaşayan insanlar dəvət edirik, gəlin seçki kampanyasında iştirak edin və seçki kampaniyasında iştirak edərək öz namizədlərinizi verin, seçilin, bizləri də qoyun kənara. Biz də namizədliyimizi verəcəyik. Mən şəxsən namizədliyimi verəcəm. Hər biriniz gəlin namizədliyinizi verin, sizin kampanyanızı təşkil edəcəyik buradan. Ondan sonra yeni güclə, yeni qüvvə ilə parlamentimizi inkişaf elətdirəcəyik. Başqa bir qrup da, o ki, qrupdan ayrılan bir neçə nəfərlik qrup var, rəyasət heyəti başda olmaqla, rəyasət heyəti müdafiə edən qrup, əgər fəaliyyət göstərəcəksə, onların Azərbaycan Xalq Parlamenti heç bir aidiyyəti yoxdur, qeydiyyatları yoxdur, ondan sonra necə deyərlər, hüquqları yoxdur, haqları yoxdur və mütləq oradan olan deputatları da biz hər zaman millət vəkillərinə seçkilərə qədər qapımız açıqdır, seçkilərdə də namizədlərini verə bilərlər hər kəs. Buyursunlar, bu meydan, bu şeytan. Xalqın səsi hər şeydən üstündür. Yoxsa mənə verilmiş bir illik səlahiyyətdən istifadə edin, vaxtımı artırım, günümü artırım, bu doğru məsələ deyil.